Ağa, dinin insan həyatındakı rolu nədir? Dinin insan həyatında böyük rolu var. Əlbəttə, bu çox geniş mövzudur. Bəlkə də bu barədə alimlər kitab yazıblar. İndi o kitabı 5-10 dəqiqəyə sığışdırmaq biraz çətindir. Amma burada biz iki cür baxa bilərik də. Bir də ümumiyyətlə dinin rolu. Bir də baxa bilərik ki, məxsus haqq dinin rolu. Çünki din adı ilə təhrif olunmuş dinlər də çoxdur. Din adı ilə dəyişdirilmiş dinlər də çoxdur. Din adı ilə ümumiyyətlə uydurma dinlər də var yer üzərində. Məsələn, çünki bəzi dinlər var ki, onların kökü sağlam olub, amma sonra təhrif olunub. Bəzi dinlər var ki, elə əzəldən uydurmadır, insanların uydurmasıdır. Ona görə ümumiyyətlə dinin insana rolu var, yoxsa xüsusi haqq olan dinin. İndi haqq olan dinin məlumdur ki, rolu nədir? Çünki bir din ki, haqq ola, Allah tərəfindən o qanunlar göndərilər. Məlum məsələdir ki, insan ondan yaşasa o qanunlarla xoşbəxtlikdən başqa bir şey ona verməz. Səadətdən başqa bir şey verməz ona. Ona səadət gətirər, ona xoşbəxtlik gətirər, ona rahatlıq gətirər. Və bunun üçün gözəl əqli dəlillərimiz də var bizim. O da bundan ibarətdir ki, çünki insan ictimai varlıq olduğuna görə məlum məsələdir ki, ictimai varlıq cəmiyyətlə yaşamalıdır, insanlarla yaşamalıdır. Və cəmiyyətin də sağlam olması üçün lazımdır ki, onu bir idarə edən qanun olmalıdır. Çünki qanunsuz heç vaxt cəmiyyət ola bilməz. Madam ki, insan ictimai varlıqdır, ictimai varlıq olan insan cəmiyyətlə yaşamalıdır, cəmiyyətin idarə olunması üçün onun qanuna ehtiyacı varsa, yaxşı, ən gözəl qanuna əməl eləmək insanı səadətə çatdırır. Ən gözəl, demirəm gözəl, gözəl qanun ola bilər, çox olsun, amma ən gözəldən söhbət gedir. Ən gözəl qanun da kimin qanunu olar? Allah'ın. Yox, əvvəl demə Allah'ın. Denən ki, o varlığın ki, onun elmi hədsiz hüdudsuzdur. Denən o varlığın ki, onun qüdrəti hədsiz hüdudsuzdur. Elmi və qüdrəti hədsiz hüdudsuz olan yeganə varlıq Rəbbimizdir, Xalikimizdir, Allahdır. İndi sən mənə bu sualı ver, yine xoşum gəlsin səndən. Deyinən ki, niyə görə sən biz qanundan danışırdıq? Sən o qanunu qoyanın elm və qüdrət sifətini niyə gətirdin ora? Niyə vurğuladın onu? Yəni, olmazdı ki, elə bir mən demişdim də, Allahın qanunu ən gözəl qanundur, elə belə deyəydim də, niyə elmi və qüdrəti xüsusi vurğuladın orada? Hə, ona görə vurğuladım ki, çünki əgər elmdə hardasa məhdudiyyət olsa, istər-istəməz o qanunda özünü göstərəcək. Bir zaman gələcək, mən bunu belə bilməmişdim. Bunu mən məsləhət bilmişdim, amma məsləhət deyilmiş. Hə? Amma elm ki, hədsiz hüdudsuzdur, elm ki, hər şey biləndir, ona görə onun qoyduğu qanun nə olacaq? Ən gözəl olacaq. Və bütün zamanlara şamil olacaq. Bütün zamana, məkana şamil olacaq və məsələn, əgər dəyişilmək lazım da olsa, o bilir qanunu necə göndərim ki, bunun dəyişilməyə istisnasını da qoyub. Necə ki, qeybətdə qoyub. Deyib, qeybət haramdır, hə? Amma istisna qoyub. O yerdə ki, məsələn, ailə həyatı mövzusu olsa. Məsələn, bir nəfər gəlir mənə deyir ki, mən istəyirəm qızım üçün filan kəs elçi gəlir. Sən onu məndən yaxşı tanıyırsan, nə ineyim burada? Burada dinimiz deyir ki, eyb olsa vacibdir deməlisən. Day demə, bu qeybətdir. Yox, burada qeybət yox. Burada vacibdir deməli. Burada eyb açmaq da demə. Burada niyə? Çünki burada insan həyatı məsələsi var. O daha önəmlidir. Üzr istəyirəm, onda xanımın da haqqında məlumatı dəqiq verilməlidir. Həmən şeydir, bəli, həmən şeydir. Çünki bizdə adətən belə dillərdə ki, xanımın haqqında heç nə deyilməsin. Yox, sən eyb də var, eyb var da. Məsələn, məsələn, o bəzi eyblər var ki, o xoşbəxtliyə mane olmaz, saadətə mane olmaz. Artıq o tövbə də eləyib, qutarıb gedib, heç ona qayıtma fikri də yoxdur. Sən onu təzədən qayıt. O yox, söhbət ondan getmir. Burada söhbət gedir xasiyyətdən, burada söhbət gedir xarakterdən, burada söhbət gedir onun həyat tərzindən. Bunlar gərək yerlərini də bilərsən, hansı eybi icazə verilir, hansı verilmir. Və yaxud məsələn məsləhət. Bir nəfər gəlib səndən heç evlilik deyil məsələsi. Məsələn, peyman istəyir ki, məndən şəriklik eləsin. Sən onu məndən yaxşı tanıyırsan, necə, şəriklik eləyim yoxsa yox? Əgər mən bilsəm ki, yox, peyman şərikliyə yaranmırsa, gərək ona deməliyəm orada. Niyə? Çünki burada insanın malını mən təhlükə atarım, insanın zəhmətini təhlükə atarım. O yerdə fikir verirəm. Məsələn, indi mənim məqsədim burada misallarda niqaş görəyim. Mənim məqsədim budur ki, yəni ona görə bu İslam şəriəti gözəldir ki, bunu göndərən Allah yoxsa istisna yeri də qoyub.
bilir harda, necə. Hə. Yaxşı. Bu elm. Yaxşı, qüdrəti niyə şərt qoydum? Niyə dedim bəs hədsiz, hüdudsuz qüdrəti olanın qanunu? Çünki qüdrət də həddi olanda, məhdud olanda, indi qüdrət məhdud nə deməkdir? Deməli, qüdrətim çatır bir yerə qədər. Hə? Yaxşı, o bir yerə qədər ki, dayandı ya, ondan ötə. Orada mən qanunu dəyişdirəcəm. Çünki mənim qüdrətimin fövqündə bir qüdrət mənə deyəcək ki, bu qanunu mənə görə dəyişdir, mən dəyişdirməliyəm. Çünki ona qüdrətim çatmır. Amma qüdrəti hədsiz, hüdudsuz olan, o heç nədən qorxmur, heç nəyə ehtiyacı yoxdur, heç kəsə görə dəyişdirmir, heç kəsə görə nazı ilə oynamır. Fikir ver, ona görə bunu bilə-bilə vurğuladım ki, elmi hədsiz, hüdudsuz olan, qüdrəti hədsiz, hüdudsuz olan Allahın göndərdiyi qanun ən gözəl qanundur. Deməli, onunla insan yaşasa daha xoşbəxt olar, daha saadata yetişər. Bu dinin, bu haqq dinin, Allah şəriətinin, Allah buyurduqlarının insan həyatında rolu budur. Amma qaldı ki, ümumiyyətlə dinin özünün də, hələ belə deyək də, uydurma da olsa belə, nə bilim, təhrif olunmuş da olsa belə, onun da faydası varmı? Bəli, onun da faydası var. Ən azından nəyi fayda bilməsin də, ən azından təbiətin arxasında bir fövqəl təbii bir qüvvəyə bağlanmağın özü böyük bir faydadır insan üçün. Çünki bütün dinlərdə də bu var. Yəni dinlərin ortaq yeri budur. Bütün dinlərin ortaq yeri budur ki, təkcə bu maddi aləmlə din kifayətlənmir. Maddi aləmin fövqündə bir fövqəl təbii, yəni qeyri-adi, qeyri-təbii bir qüvvə var ki, biz ona xariqül-adə deyirik və yaxud adını nə qoysan, mavara təbiyə qoy, təbiətin arxası qoy. Adını nə qoy, qeybi aləm qoy günən, qeybi imdad qoy günən, qeybi güc qoy, adını nə qoyursan qoy günən. Hər bir insanın buna ehtiyacı var ki, bir qeybi gücə bağlanma, bir qeyri-tə. Bu insana psixoloji tərəfdən rahatlıq verir, insana psixoloji tərəfdən güc verir, insanı çətinliklərdə sinə gərmək qabiliyyəti verir. Ona görə indi düzdür, ola bilər ki, bu istisna hallar olsun, biz istisna hallarla işim yoxdur. Amma əksəriyyəti götürsün, məsələn, o ümidsizlik ki var, o çətinlikdə acizlik ki var, o məsələləri görürsən ki, dindarlar arasında nisbətən az görərsən, digərlərinə nisbətdə az görərsən. Niyə görə? Çünki ən azından, yenə deyirəm, onun dini haqq dindir, tutduğu mövqe doğrudur, inancı doğrudur, o ayrı məsələ, ondan işim yox. Amma ən azından bir dinə iman gətirməyin insana qeyri-adi, fövqəl təbii bir qüvvəyə bağlılıq verdiyinə görə onun insan həyatında önəmi çoxdur, rolu çoxdur.